bura hansısa ucqar bir dağ rayonu, ucqar bir kəndin yolları deyil. Yollara baxın. Bura bizim gözəl Şəmkir rayonunun Gədəbəyə gedən baş yoludur. Buradan Şəmkirin kəndlərinə, Gədəbəyə, bir də mərkəzi xəstəxanaya yol gedir. Bu yol haqqında neçə dəfə mən çəkiliş eləmişəm, danışmışam. Yola baxan yoxdur. Halbuki ölkə başçısı regionlarda yolların yenilənməsi üçün, yeni yollar salınması üçün kifayət qədər pul ayırdı və o pulda Şəmkirin də adı var. Yollarımız da bugün də. Mən də buranın icra başçısına bir daha sual vermək istəyirəm. Hörmətli başçımız, siz burayla heç mi getmirsiniz? Vertolyotla mı gedirsiniz? Bu çala-çuxurlarla. Tutaq ki, Allah eləməmiş, xəstəmiz var və kənddən biz təcili xəstəni çatdırmaq istəyirik xəstəxanaya. Doğan olsa bu yolda doğar, yarı yolda. Xəstə də canını tapşırar.